Salam, hər vaxtınız xeyir. Hər biriniz kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üçün 27 apreldə keçirmiş olduğu buraxılış imtahanının ətraflı izahına birlikdə baxacağıq. Dərslərimdə olduğu kimi burada da çalışacağam ki, vizual izaha üstünlük verim. Bu səbəbdən mövzuların izahı zamanı ekranın sol və yaxud da sağ tərəfində qısa bir şəkildə vizual izaha yer verəcəm. Short tekslərlə birlikdə başlayaq. Əziz Kathleen, salam, necəsən? Doğum günü kartı və səmimi arzular üçün sənə təşəkkür edirəm. Bu çox gözəldir, çox gözəl bir hərəkətdir. Bu cümə günü ad günüm üçün kiçik bir ziyafət təşkil edirəm. Çox böyük olmayacaq. Yalnız ən yaxın dostlarım dəvətlidir. Ziyafəti əmim qızının evində keçirəcəyik. Səni orada görməkdən çox xoşbəxt olaram. Sevgilərlə, Mary. Mary yalnız Kathleenin ad gününə gəlməsini istəyir. Lakin burada yalnız yaza bilmərik, çünki yaxın dostlarından söhbət gedir. Kathleen bu cümə günü ad gününü qeyd edir. Ad gününü keçirən Kathleen deyil, Mary'dir. C variantında Mary ad günü üçün Kathleendən kömək istəyir. Heç bir köməkdən söhbət getmir. Y variantında isə Kathleen Mary'nin ad günü ziyafətində iştirak edə bilmədiyi üçün üzr istəyir. Burada da bundan danışılmış. Doğru variantım D variantı. Mary Kathleenə arzular üçün təşəkkür edir və onu ziyafətə dəvət edir. 6-cı sualımızda yeni sağlam şirniyyatlarımızı alın. Onlar az şəkər tərkibli olub, hər kəs üçün idealdır. Birini al, digərini pulsuz əldə et. Bu dadlı şirniyyatlar üçün məkanımıza gəlməkdə gecikmə. A variantı, əgər bir şəxs ikinci dəfə bu məkana gəlsə, şirniyyatlar pulsuz olacaq. Burada isə qeyd edilir ki, birini al, digəri pulsuz olacaq. B variantında bu məkandakı şirniyyatlar hər kəs üçün uyğun deyil. Lakin burada hər kəs üçün uyğun olduğu qeyd olunur. C variantında birini aldıqda ikinci şirniyyat daha ucuz olur. Daha ucuz olduğu yox, pulsuz olduğu qeyd olunur. D variantında əgər bir şəxs dostu ilə bu məkana gəlsə, bütün sağlam şirniyyatlar pulsuz olacaq. Bu haqda da danışılmır. Yeni şirniyyatların çox şəkəri yoxdur. Burada da az şəkəri olduğu qeyd olunur. Ona görə doğru variantım Y variantı. 7-ci sualımızın tərcüməsinə baxaq. Əziz ana və ata, özümü çox həyəcanlı hiss edirəm. Çünki bir həftə ərzində sizinlə birlikdə yenidən tətil keçirəcəyəm. Londondakı işimi çox sevirəm. Şagirdlərim mənə qarşı çox mehribandırlar. Bu cümə səhər Bezila çatacağam. Çoxlu bagajım olacağı üçün məni stansiyada qarşılaya bilərsinizmi? Sevgilərlə və ən xoş arzularla Frida. Yenə gəlin bir-bir variantlar üzərindən gedək. Frida'nın valideynləri qızlarla birlikdə olmaq üçün Bezila gedirlər. Lakin burada elə bir məlumat yoxdur. Frida'nın valideynləri qızlarının gəlişinə görə çox həyəcanlıdırlar. Yenə də bu məlumat verilməyib. Frida'nın ailəsinin onun tələbələrlə görüşməsini istəyir. Bu haqda da məlumat yoxdur. Frida gələn həftə tələbələrlə birlikdə Bezila gələcək. Tələbələrlə olduğu qeyd olunur. Doğru variantım C variantı. Frida valideynlərindən onu stansiyada qarşılamağı xahiş edir. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağım. Ekranı dayandıraraqdan mətni detallı formada oxuya bilərsiniz. 8-ci sualımızda yanlış olan variantı seçmək tələb olunur. Tayfanın adı onların danışdıqları dildən gəlir. Doğrudur. Ənənəvi evlər tikmək Masai qadınlarının vəzifəsidir. Doğrudur. D variantında Masai tayfası maraqlı ənənələrinə görə dünyanın diqqətini cəlb edir. Doğrudur. Masai evləri palçıqdan, ağac budaqlarından və otlardan hazırlanır. Bu da doğrudur. C variantında Masai xalqı həyatlarının sonuna qədər bir yerdə yaşayırlar. Lakin bir yerdə yaşadıqları yox, köçəri həyat sürdükləri qeyd olunur. Ona görə səhv variantımız C variantı. 9-cu sualımızda mətnin nə haqqında olduğu soruşulur. Mətn əsasən Afrikadakı məşhur Masai tayfası və onların adət-ənənələri haqqındadır. Bu səbəbdən doğru variantımız Afrikadakı məşhur tayfa. 10-cu sualımızda mətnə əsasən cümləni tamamlamaq tələb olunur. Masai kişiləri rəqs edərkən daha yüksək tullanırlar ki, mətndə qeyd olunurdu ki, onlar daha yüksəyə tullanaraqdan güclərini nümayiş etdirirlər. Bu səbəbdən doğru variantımız C variantı. 11-ci sualımızda sualın düzgün cavabı tələb olunur. Niyə uşaqların saçları 3 aydan sonra kəsilir? Bu, uşağın tayfada həyatının başlanğıcını göstərir. Doğru variantımız B variantı. 12-ci sualımızda mətnə əsasən hansılar doğrudur? Masailər evlərini fərqli yerlərdə asanlıqla tikə bilirlər. Doğru. Masai xalqı uşaqlarına doğulanda ad qoyur, xeyr, doğulduğu anda qoyulmur. Qeyd olunmuşdu ki, onlar 3 aydan sonra uşaqlara ad verirlər. Adumu Masai tayfasının ən məşhur rəqsidir. Bəli, doğru. Masai ana və yeni doğulmuş uşaq doğuşdan sonra başqaları ilə birlikdə yaşayır. Qeyd olunur ki, 3 ay yalnız yaşayırlar. Doğru variantım 1 və 3. Mürəkkəb isimlərin seçilməsi tələb olunur. Birthday, book, shop.
Qadınların biri araşdırma kağızlarını laboratoriyadan oğurladı. Altından xətt çəkilmiş sözün antonimi tələb olunur. Buy almaq, sell satmaq. Sözün definitionu verilib, mənasını tapmalıyıq. Təklif olunan və ya verilən bir şeyi qəbul etmək, yəni B variantı accept qəbul etmək. 17-ci sualımızda düzgün xüsusi sual sözünü yazmaq tələb olunur. Cümlənin cavabında şəxsin adı verilib. Deməli, şəxsin adı soruşulursa, doğru variantımız kim? Who cavabıdır. 18-ci sualımızda passive voice tələb olunur. Ümumiyyətlə, passive voice ilə bağlı problemi yaşayan şagirdlər yuxarıda çıxan hissəyə toxunaraqdan detallı formada passive voice-u izah etdiyim video izaha keçid edə bilərlər. Düzgün passive voice-u tapmaq üçün öncəliklə cümlənin zamanını müəyyənləşdiririk. Cümlə keçmiş zamandadır. Daha sonra tamamlığı tapıram. Tamamlıq feildən sonra gələn hissədir. Sandviç sözü mənim tamamlığımdır. Mən cümlədəki mübtədanı çıxartmalıyam. Bu səbəbdən B və Y variantı ümumiyyətlə səhvdir. Sadə keçmiş zamanı passive voice-a çevirmək üçün to be-dən istifadə olunur. To be-nin sadə keçmiş forması was were-dür. Burada isə sandviç təkdə olduğu üçün mən was-dan istifadə etmişəm. 19-cu sualımızın tərcüməsi adətən quru olan bir ərazini örtən böyük miqdarda su. Bu bizim keçmiş olduğumuz lüğətdə də verilmiş bir definition və sözdür. Doğru variantımız flat, daşqın. 8-ci sinif sözüdür. 20-ci sualımız modal feillərlə bağlıdır. Qrammatik cəhətdən variantları çıxaraqdan düzgün cavaba gəlmək olar. Ekranın sol tərəfində to ilə istifadə olunan modal feilləri göstərəcəm. To be able to da onlara daxildir. To-su olmadığı üçün A və C variantını çıxarıram. Might və could to-suz istifadə olunan modal feillər sırasındadır. Bu səbəbdən doğru variantım B variantı. 21-ci sualda yesterday keçmiş sadə zamanın göstəricisidir. Bu səbəbdən hər ikisinə də mən keçmiş sadə zamanı yazacağam. Doğru variantım C variantı. Since bağlayıcısının sağ tərəfi keçmiş sadə zamanda, sol tərəfi isə indiki bitmiş zamandadır. Doğru variantım C variantı. Burada tərcümə edə baxsaq əslində düzgün varianta gəlib çıxa bilərik. Qeyd edir ki, restoran açıldıqdan bəri mən orada bir dəfə olmuşam. 23-cü sualımızda yaxın mənalı sözlər tələb olunur. Tiny kiçik, big böyük, healthy sağlam, ill xəstə, better yaxşı, worse pis, quiet sakit, noisy səs-küylü. Bunların hər biri bir-birinə əks mənalı olan sözlərdir. Bu səbəbdən doğru variantım hər ikisi qədim deməkdir. Mostdan sonra sifət gəlibsə, qarşısında üstünü dərəcəsi olduğu üçün mütləq Z olmalıdır. Variantlar arasında da bir variantım olduğu üçün birbaşa C variantını yazıram. Uzlaşma mövzusunda problem yaşayan şagirdlər yuxarıda çıxan hissəyə toxunaraqdan mübtəda xəbər uzlaşmasını detallı formada izah etdiyim videoya keçid edə bilərlər. Mübtədada söz önü varsa, söz öndən əvvəlki sözə baxaraqdan uzlaşmanı həyata keçirirəm. Ofdan öncəki sözüm cəmdədir. Cəmdə olduğu üçün yalnız cəmləri yazmalıyam. 1 və 2 doğru variantımdır. Videonu bəyəndinizsə bəyənməyi, eləcə də kanala abunə olmağı unutmayın. Dinləmə suallarının cavabını tapdıqda şərh bölməsində mütləq şəkildə qeyd edəcəm. Dərslərə qoşulmaq üçün yuxarıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz.